Allahın ilk yaratdığı nur bizim peyğəmbərdir. Deyir, Allaha təslim olanlar içərisində Adəmdən ta qiyamətə qədər ilk təslim olan mənəm. Bu ayədir. Bu bizim peyğəmbərimizin əzəməti. Digər məsələ. Bir var, insan Allahdan razıdır. Bu bir mərhələ. 2. Allah insandan razıdır. 3. İnsan kimdən razı olsa, nədən razı olsa Allah razı olur. İnsan yetişir bu məqama. Bu məqama bizim peyğəmbərimiz yetişib. Allah Quranda buyurur: "Fələnuvelliyyenneke qibleten tardaha." Peyğəmbər, baxıram görürəm sən elə bir şey istəyirsən, narahat olma. Sən onu istəyirsən deyənə fələnuvelliyyenneke qibleten tardaha. Sən ondan razısan deyənə, sən filan şey istəyirsən deyənə, sən istədiyi verəcəm mən. Sənin razılığın mənim üçün mühümdür. Çevirəm üzvü Kəbəyə tərəf. Sənin razılığın mənim üçün mühümdür. Bu peyğəmbərimizin əzəməti. Xoş olsun o insana ki, peyğəmbər ondan razıdır. Elə indi bugün Allah ondan razı olar.